Çox sağ olun, hörmətli sədr, əziz həmkarlar, hörmətli hökumət üzvləri. Adəti üzrə növbəti dəfə müzakirələrə geniş imkan yaradılmasına və çıxış üçün söz verdiyinizə görə xanım sədr, sizə təşəkkür edirəm. Biz bu kimi müzakirələrin timsalında Azərbaycanda hüquqi dövlət quruculuğunun növbəti uğurlu mərhələsinin bu çərçivədə hakimiyyət qolları arasında sağlam münasibətlərin sivil arzu olunan tendensiyasının güclənməsinə şahidlik edirik. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsi haqqında qanunu konseptual məzmunda dəstəkləyir və dövlətimizin ali məqsədləri, habelə konstitusion niyyətlərimizə doğru mühüm addım hesab edirəm. Sosial Müdafiə Fondunun gələn il üzrə büdcəsini formalaşdırarkən bir məsələyə xüsusi diqqətin yetirilməsini xahiş edirəm. Məlumdur ki, hazırki qanunvericilik, məhkəmə hakimləri, prokurorluq və digər orqan əməkdaşları üçün pensiya güzəştlərini nəzərdə tutur. Təbii ki, hüquq mühafizə orqanlarının prosessual status olan şəxslərin təminat məsələsi daimi diqqətdə saxlanmalıdır. Lakin hüquq müdafiə fəaliyyətinin həyata keçirilməsinin bütün mərhələlərində iştirak edən vəkillərlə bağlı heç bir xüsusi qayda mövcud deyil. Üstəlik nəzərə alaq ki, vəkillərin vergi və digər icbari ödənişləri hakimlər, prokuror və müstəntiqlərlə müqayisədə xeyli artıqdır. Nəzərə almaq lazımdır ki, vergilər və digər məcburi ödənişlər də daxil olmaqla vəkil dövlət hesabına çıxdığı işlərdə saatına cəmi 11 manat alır, reallıqda isə vəkilə çatan vəsait 7 manata yaxındır. Vəkillərin pensiya kapitalı da sabit əmək haqqı əsasında deyil, yalnız qonorarlardan formalaşır və bu gəlirlərdən çoxlu tutulmalar edildiyi üçün uzun illər ərzində fəaliyyət göstərən vəkillərin pensiya kapitalı yetərincə yığılmır. Nəticədə pensiya yaşına çatan vəkillər layiqli həyat səviyyəsini təmin etməkdə çətinlik çəkirlər. Bu səbəbdən vəkillərin pensiya təminatının yaxşılaşdırılması üçün müvafiq dəyişikliklərin, müvafiq addımların atılmasına ciddi ehtiyac var. Ona görə də hökumət rəhbərliyi ilə, habelə aidiyyatı qurumlardan məsələnin həlli istiqamətində köməyini xahiş edirəm. Çox sağ olun.